Nazirliyin əməkdaşı Valih Mahmudov və hərbi hissənin zabiti Sərxan İmanov gənclərin vətənpərvərlik tərbiyəsinin vacibliyi, hərbi biliklərə və bacarıqlara yiyələnməsinin əhəmiyyəti barədə danışıblar. Proqram və təhlükəsizlik tələbləri ilə bağlı məlumatlar diqqətə çatdırılıb. Hərbi hissə ilə tanışlıq çərçivəsində gənclər əvvəlcə odlu silahların texniki xüsusiyyətləri və istifadəsi ilə bağlı bilgilərin verildiyi təlim nöqtələrində olub, o cümlədən praktik bacarıqları icra ediblər. Gənclər əsgər yataqxanasında yaradılan şəraitlə də tanış olublar. Gənc əsgərlərin əlbəyaxa döyüş elementləri ilə zəngin nümunəvi çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Hər şey vətən üçün! Hər şey vətən üçün! Bu gün könüllülər və məktəblərlə birlikdə əsgərlərin yaşadığı yerə gəldik, onlarla bir gün keçirməyə çalışdıq və bu gün həqiqətən gördük ki, dövlətimiz əsgərlərimiz üçün çox gözəl şərait yaradıb. Sonda əsgər yeməkxanasında nahar təşkil olunub. Artıq uzun illərdir ki, biz Əlaid Ümumi Qoşun Ordundan birgə gənclərimizin hərbi hissələrə ziyarətlərini təşkil edirik. Burada məqsəd gənclərimizin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsindən ibarətdir və gənclər hərbi hissələri ziyarət zamanı orada əsgərlər və zabitlər üçün yaradılmış şəraitlə yaxından tanış olurlar. Eyni zamanda hərbi texnika ilə silahlarla yaxından tanış olurlar. Bu da eyni zamanda qeyd edim ki, biz əsasən bu tədbirlərdə çağırış yaşlı gənclərin iştirakını təmin edirik və bundan yanaşı həm oğlanlar, həm də qızlar bu tədbirlərdə yaxından iştirak edirlər və bu da həm gənclərimizə vətənpərvərlik tərbiyəsini yüksəldir, eyni zamanda əsgərlərdə bir ruh yüksəkliyi yaradır düşünürəm ki, və bundan sonra da bu tipli tədbirlərin keçirilməsini davam edəcəyik. Həsən Məmmədov, Təxminə Babayeva, Asil Fətəliyev, NTV Xəbər.